Məlum olduğu kimi, ötən il dekabrın 30-da qəbul edilmiş və bu il aprelin 1-dən qüvvəyə minəcək qanuna əsasən, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanununda elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və ya pərakəndə satışı və istifadəsinin qadağan edilməsi nəzərdə tutulmuşdur. Müzakirəncə təqdim olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi həmin qadağadan irəli gələn məsələlərin tənzimlənməsi məqsədini daşıyır. Layihəyə əsasən İnzibati Xətalar Məcəlləsində elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədi ilə saxlanılmasına görə inzibati məsuliyyət müəyyən olunur. Belə ki, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə edən şəxslərin 30 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihədə qeyd edilən əməllərə görə inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsi və fiziki şəxslərin 350 manatdan 500 manatadək, vəzifəli şəxslərin 1650 manatdan 2200 manatadək, hüquqi şəxslərin isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur. Həmçinin qanun layihəsində qeyd edilən inzibati xətalar haqqında işlərə rayon şəhər məhkəmələri tərəfindən baxılması nəzərdə tutulur. Layihəyə əsasən bu qanun da 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin cəmiyyətimizin maraqlarına cavab verdiyini, əhalimizin, xüsusilə də gənclərimizin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alaraq həmkarlarımızdan bu layihənin birinci oxunuşda dəstəklənməsini xahiş edirik.